Demək, bizə bir funksiya verilir və bizdən bu funksiyanın qiymətlər çoxluğunu soruşur. Funksiyanın qiymətlər çoxluğu bilirik ki, y-in ala biləcəyi qiymətlərdir. Bu funksiyanın qiymətlər oblasını necə tapa bilərik? Bu funksiyada funksiyanın tərsini tapmış olsaq, funksiyanın tərsinin təyin oblasti bu funksiyanın qiymətlər oblasti olmuş olur. O zaman gəlin funksiyanın tərsini tapaq. Funksiyanın tərsini tapma qaydası necə idi? Biz y-ləri x-larla, x-ları isə y-lərlə əvəz edirik. Yəni x bərabərdir 2 üstə gəlinsin 1 bölünsün y çıxılsın 1 şəklində yazıram. Və buradan alıram ki, x çıxılsın 2 bərabərdir 1 bölünsün y çıxılsın 1. Buradan isə alıram ki, y çıxılsın 1 bərabərdir 1 bölünsün y çıxılsın 2. Və 1-i də bərabərin digər tərəfinə keçsəm, y bərabərdir 1 üstə gəlinsin 1 bölünsün y çıxılsın 2 almış oluram. Deməli, bu funksiyanın təyin oblastını tapsaq, verilən funksiyanın qiymətlər oblası olmuş olur. Və bu funksiyanın təyin oblastı biz görürük ki, x 2-dən fərqli olmalıdır. Yəni, mənfi sonsuzluqdan 2-yə qədər, eyni zamanda da 2-dən müsbət sonsuza qədər olan bütün qiymətləri ala bilər. Deməli, bu funksiyanın təyin oblastı əgər verilən bu aralıq olmuş olursa, onda bu da verilmiş bizə verilən funksiyanın, yəni y bərabərdir 2 üstə gəlinsin 1 bölü x minus 1 funksiyasının qiymətlər çoxluğu olmuş olur. Deməli, doğru cavabında A variantı olmuş olur.